əvvəl fiqh və üsul elmində kamil alim olun. Ondan sonra bu məsələlərin ardınca gəlin. Dini mədrəsələrdə olan, elm əhli sayılan şəxslər barədə bu məsələyə çox ciddi şəkildə təkid edirdi ki, dərslərinizi düzgün oxuyun, təhsili davam etdirin və ictihad həddinə çatın. Bu mövzuda ciddi israrı var idi. Baxın, müctəhid olmayan bir arif, əvvəla belə bir deyim var ki, nadir olan yox kimi bir şeydir. Yəni, bəzən istisna hallar olur. Bəzi insanlar xüsusi fitri istedadlara malik olurlar. Bu isə ayrı bir mövzudur. İkinci məsələ isə budur ki, arif olub müctəhid olmayanlar adətən yalnız öz ətraflarını işıqlandıra bilir. Özləri üçün faydalı olurlar. Amma onların başqalarına əl tutmaq səlahiyyətinə malik olub olmadığı məlum deyil. Amma əgər bunu mütləq şəkildə desək ki, mərhum Ağa Qazi heç kimi müctəhid olmadan şagirdliyə qəbul etmirdi, məncə bu tam yanlışdır. Çünki onun şagirdləri arasında müctəhid olmayan şəxslərin olması özü buna dəlildir. Əlbəttə, onların bir qismi istər indi, istərsə də o dövrdə şübhəsiz müctəhid idi. Amma bəzi şagirdləri də olub ki, müctəhid deyildilər. Mən hesab etmirəm ki, o bütün şagirdləri üçün ictihadı mütləq bir şərt kimi irəli sürmüş olsun. Lakin siz əgər hökmlərdə kifayət qədər köklü və möhkəm olmasaz, mümkündür ki, bəzi yerlərdə aldanasız, mənəvi məsələlərdə büdüriyəsiz. Amma müctəhid olmayanlar, bəli, adətən əl tutmaq, yəni başqalarına yol göstərmək və bir dəstə yetişdirmək iddiasında çox olmazdılar. Yalnız bəzi şəxslərə bir nəsihət verər, onların vücudunda bir parıltı, bir oyanış yarada bilərdilər. Yoxsa Ağa Qazi kimi ya da Ağa Bahari kimi gəlib həqiqətən bir dəstə insanı yetişdirmək səviyyəsində olmazdılar. Mərhum Ağa Qazi inharum fəqih, mütəəbbid. Mərhum Ağa Qazi fiqhə bağlı, vilayət əhli bir fəqih idi. Mən mərhum Ağa Təbətəbai ilə dəfələrlə Xosrəvi küçəsindən birlikdə keçərdik. Axşamlar mərhum Ağa Milaninin arxasında namaz qılar, sonra da hərəmin ziyarətinə gedərdik. Mərhum Ağa Təbətəbai hərəmin həyətinin çöl qapısına çatanda, o qapını elə bir hal ilə, bütün varlığı ilə öpərdi ki, bədəni titriyərdi. Dodaqlarını qapıya qoyub öpərdi. Bəzən deyilirdi, Hacı ağa, bir dua buyurun. O isə deyərdi, gedib həzrətdən istəyin, nə varsa